Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Belə bir suala baxalım. Çevrəyə aid olan bir sualdır. DİM 2025 toplu sualdır. Deyir ki, uşaqlar traktorun ön təkərinin radiusu arxa təkərinin radiusundan 3 dəfə kiçikdir. Gəlin biz bu traktorun təkərlərinin uzunluqlarını tapalım. Məsələn, biri R-dirsə uşaqlar, o birisi R bölünsün 3 olacaq. Mən onda deyib ön təkərin radiusu arxa təkərin 3 dəfə kiçik. Deməli, ön daha kiçikdir, arxa təkər daha böyük oldu. Məsələn, mən arxa təkərin ön uzunluğunu tapmaq istəsəm 2 pi R olacaq uşaqlar. Pinin də yenə 3 yazsam burada verildiyinə görə bu olacaq 6 R. Bəs yaxşı. Ön təkər daha kiçikdir. 2 pi. R'in yenə yazmalıyım. R bölünsün 3 pi'nin yenə burada 3 yazsam 3'dən 3 çıxsa eləsə 2 R şəklində olacaq. Bunlar getdiyi uzunluqlardır. Təkərin getdiyi uzunluqdur uşaqlar. Deyək ki, 2700 metrlik məsafəni qət edərkən traktorun ön təkər, arxa təkərini 600 dövr çox edib. Uşaqlar, baxın, 2700 metr yol gedibdir. Bəs bu arxa təkər neçə dəfə dövr edib? Onu tapmaqdan ötürü uşaqlar 2700'ü bölməliyəm 6 R. Buradan bax 27'nin içine 4 dəfə 5, 0. Burada R. Yəni mən bununla bunu sayacağım 400'müş. Deməli bu dövrlərin sayıdır. Bax bu arxa təkərin dövrləri bu NA yazılıb. Bu arxa təkər. Bəs yaxşı ön təkər nə qədər dönüb bəs? Dövrlərin sayı. Onda mən yenə də 2700'ü bölməliyəm nəyə? 2 R. Çünki uzunluğu 2 R tapmışdıq da. Burada böldüğüm zaman 1350 bölünsün R olacaq. Və bizə deyir ki, uşaqlar, baxın, arxa təkər ön təkərə nisbətən dəyəri 600 dövr çox edibsə, onda mən NA-dan önü çıxsam, ön təkər, arxa təkərdən ön təkər çıxsam 600 eləməlidir. Yəni bir sözlə 450 bölünsün R çıxılsın 1350 bölünsün. Yoxsa mən burada səhv elədim. Biz niyə belə yazdıq ki? Burada uşaqlar, baxın, bundan ön təkərin dövrlərin sayı daha çox olacaqdır. Təbii ki, kiçik olduğuna görə daha çox dövrlərik. Bundan arxa təkərinkini çıxırıq. 450 bölünsün E bərabər də 600 olacaq uşaqlar. Burada hər tərəfini məsələ biz nə edə bilərik? Hər tərəfini məxrəcləri eynidir. R bərabərdir. Bunu çıxsa burada 0, 0. Burada da eləcək neçə? 900 bərabər də 600'a. Sonra mən bunları ixtisar eləsəm uşaqlar. Burada 6 R bərabərdir 9. R də bərabər eləcək 1,5. Deməli bizim böyük yerimiz traktorun ön təkəri. Təkərin radiusu daha böyük idi. Bizdən bunu soruşurdu uşaqlar. Deməli cavabımız olacaq 1,5. Bu tip videoların ardının gəlməsini istəyirsinizsə videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun.